dünyada kişilər arasında ikinci ən populyar əməliyyat hesab olunan ginekamastiya Azərbaycanda çox az bir qism tərəfindən tanınırdı. İndiyə kimi əməliyyatını rədd etdiyiniz pasiyentiniz olubmu? Olubsa, səbəb nə olub? Yaxınlaşır bizə, valideynini də zorla gətirir bizim yanımıza. Biz izah edirik valideynə. Gedir, yox filan kəs Behman şey dedi. Söhbət tibbə heç bir aidiyyəti olmayan insanlardan gedir. Saxta cərrahlar və yaxud da ki, digər sahələrdə çalışmış həkimlər, hansılar ki, ixtisası bu deyildi, amma bacarıram deyib də bunu edən həkimlərimiz var. Girir bu insan TikToka. TikTokda bunun qabağına çıxır, sanki hər hansısa bir əşya alırmış kimi bir reklam. Paltar Üstündə yazılır, bəli, paltar dükanı, klassik. Üstündə yazılır qiyməti, hər şey daxil, analiz daxil, xəstəxanada qarşılayırıq, evə çatdırılma xidməti var, nə bilim, nə var. Liposuction-da Azərbaycanda yetər qədər ölüm hadisələri baş verib və bu gedişlə də zaten baş verməyə davam edəcək. Niyə ümumiyyətlə biz yaradılışımızda bəzilərimiz bu tip, yəni qadın döşlərinə sahib kişilər olur? 45 yaş və üzəri şəkərli diabetə sahib olan hər hansısa bir insana baxın, %90% o insana ginekamastiya var. Bizim cəmiyyətin daha öncə də vurğuladım. Bilib, amma sustuğu həqiqətlər var. Ginekamastiya da o həqiqətlərdən biri, hətta mən deyərdim birincisidir.